Salam aleyküm şeyx. Və aleykum salam və rəhmətullah və bərəkətuh. Sizin məzhəb haqqında son çıxışınızdan bəziləri elə başa düşüb ki, siz məzhəbi ümumiyyətlə inkar edirsiniz. Bəs əslində sələflərin məzhəbə olan mövqeyi necədir? Elhamdülillah, mən o məzhəbçiliyi inkar edirəm ki, fanatdırlar, necə deyirlər, ifrata varanlar. O cür məzhəbçiliyi inkar edirəm, əlbəttə. Amma qaldı ki, məsələn, kimsə mənə desə ki, mən məsələn, bizim yer, məsələn, yaşadığımız yer, məsələn, Şafiilərdir, məsələn. Mən məsələn götürüb Şafii fikir öyrənərəm. Eyb etməz. Lakin dəlillərlə. Birdən sən dəlillər görsən ki, dəlillər Şafii sənin məzhəbi və müxalifdir, sən dəlili götürməlisən. Məzhəbi yox. O cür məsələn öyrənirsə, eyb etməz. Çünki məzhəblə belə baxanda fikir məsələlərdir. Fikir məsələlərdir. Ona görə biz onsuz da onlar, nə fikdə biz düzdür, onlardan, əqidəni də onlardan götürürük. Mənhəcimizi də, fikri də. Amma məzhəbçilər onlardan, yəni Əbu Hanifədən, Malikdən, Şafiidən, Əhməddən və başqalarından ancaq fikri götürürlər. Əqidəni onlardan götürmürlər. Məsələn, indiki Hənəfilər Əbu Hanifəyə əqidədə müxalifdirlər. Mənhəcdə müxalifdirlər. Təriqətdə müxalifdirlər. Məzhəbdə də hətta. Dərinə geçsək. İndiki Malikilər, İmam Malikə müxalifdirlər və ya indiki Şafilər, İmam Şafiyə müxalifdirlər etiqad cəhətindən. İndiki, məsələn, Həmbəlilər, İmam Əhmədə əqidə, mənhəc məsələlərində müxalifdirlər. Müəyyən bir hissəsi. Yəni, bilirsiniz, bu məzhəb şərhə ehtiyac var. Əgər biri, məsələn, fikri məsələdə, məsələn, götürür, İmam Şafiini oxuyur və ya oxuyur, lap yaxşı. Hətta biz Mədinədə fiqh dərsində, məsələn, keçəndə 4 məzhəbin fikrini öyrənirdik. Axırda tərcih olunurdu, hansının dəlili güclüdür. Elə hərdən olurdu ki, Əbu Hanifə Rahiməhullahın iştihadı, səhih dəlillə əsaslanmışdı, onu götürürdük, Şafini iştihadını götürmürdük və ya Malikin və ya Əhmədin. Allah hamısına rəhmət eləsin. Hərdən elə olurdu ki, 4'ü də götürürdü, hərdən elə olurdu ki, İmam Əhmədi götürürdü, hərdən elə olurdu ki, İmam Maliki götürürdü, hərdən elə olurdu Şafini götürürdü. Lakin necə? Öz havamıza görə yox. Mən Şafiyəm, mən Şafini götürməliyəm. Yox, dəlil hansı səhih idi, onu götürürdü. Elə məzhəb imamları da, belə deyək, yaxşı, belə deyək, məzhəb imamları. Onlar da elə deyib, hansı hədis səhihdir, bilin ki, o mənim məzhəbimdir. Bəli.